açığı belə hesab eləyirəm ki, hazırki qanun layihəsi, yəni tam ədalətli formada, tam olmalı olduğu kimidir. Beynəlxalq standartlar nəzərə alınaraq sadəcə icra mexanizmində bəli biraz boşluqlar var. Hətta bu məsələnin bu qədər ictimailəşməsindən sonra 2024-cü ilin sonlarından etibarən bu cərimələr artırıldı. Sujetdə də bildirildi orada. Mən təkrarçılığa yol vermək istəmirəm. Məbləğ artırılıb. Artıq rəhimsiz rəftara görə, əzab verməyə görə, şikəst etməyə görə, nümayişkaranə bunu şəkildə göstərilməsinə görə cərimələr əvvəlki illərə nisbətdə artırılıb. Lakin bir məsələni də istəyirsiniz sizin diqqətinizə çatdırım, hər kəsə aydın olsun. Ümumiyyətlə, həm cinayət məcəlləsində, həm inzibati xətalar məcəlləsində məcəllənin ruhu belədir ki, yəni nə üçün tərtib olunub bu məcəllələr? Prinsip bundan ibarətdir ki, insanları yeni cinayətlərin törətməkdən çəkindirmək, eyni zamanda cəzaların dekriminallaşdırılması. Yəni, dekriminallaşdırmanı biraz açım, mən onu elə aydınlıq gətirim. Məqsəd o deyil ki, şəxs bir dənə hüquqa uyğun olmayan, yəni ictimai təhlükəli bir hərəkət həyata keçirdib, biz ona ən sərt cəza nədirsə onu verək. Xeyr, burada həm də cəza tətbiq olunarkən elə bir cəza seçilməlidir ki, cinayəti törədən şəxsin şəxsiyyətinə uyğun olmalı, eyni zamanda digər insanları da bəli, bu cinayətin, bu ictimai təhlükəli əməli törətməkdən çəkindirməlidir. Bu nöqteyi nəzərdən geçsək, mən düşünürəm ki, cərimələr bir növ o qədər də çəkindirici funksiyaya belə deyək də malik deyirlər. Bəli, elə hesab edirəm ki, burada məsələn yenə də biz Avropa ölkələrini özümüzə bir örnək nümunə kimi götürsək, ictimai işlər və yaxud da bu sahə üzrə müəyyən işlərin aparılmasına həmin insanları sövq etdikdə, məcburi şəkildə təbii ki, eyni zamanda onlarla psixoloji reabilitasiya prosesləri aparılarsa. Çünki mən bir qədər araşdırdım və Avropa ölkələrində belə bir təcrübə var ki, əgər heyvana qarşı rəhimsiz bir rəftar olunursa şəxs tərəfindən, hesab olunur ki, həmin şəxs eyni zamanda gələcəkdə uşağa, qadına zorakılıq hərəkətlərə törədə bilər. Bəli, zəif gördü, artıq psixoloji amil olduğu üçün və elə bundan yola çıxaraq onlara məcburi şəkildə psixoloji reabilitasiya da keçirilir.